Uşaqlıq boynu xərçəngi ilə bağlı ən çox yayılan 5 yanlış inanc. Uşaqlıq boynu xərçəngi ilə bağlı çox mif var. Gəlin ən çox yayılan 5 səhv inancı düzəldək. Birincisi, çox cinsi partnyor varsa xərçəng qaçınılmazdır. Çoxlu partnyor HPV infeksiyası riskini artırır. Amma xərçəng üçün əsas şərt uzun müddətli, yüksək riskli HPV infeksiyasıdır. Əksər HPV infeksiyaları 1-2 il ərzində immun sistem tərəfindən təmizlənir. İkincisi, HPV peyvəndi olan qadına skrininq lazım deyil. HPV peyvəndi xüsusilə də 16 və 18 tiplərinə qarşı riski əhəmiyyətli dərəcədə azaldır. Amma bütün tipləri əhatə etmir. Ona görə də Pap smear testi və ya HPV testi peyvənd olunmuş qadınlarda da davam etməlidir. Üçüncüsü, HPV infeksiyası bərabərdir mütləq uşaqlıq boynu xərçəngi. HPV çox yayğındır. Cinsi aktiv qadınların 80%-ə qədəri həyatının bir dövründə yoluxur. Amma yalnız persistent, yüksək riskli infeksiya hüceyrə displaziyasına və xərçəngi gətirib çıxara bilər. Dördüncü, cinsi əlaqədə olmamışam, riskim yoxdur. HPV əsasən cinsi yolla keçir, amma dəri-dəri təması ilə də yoluxa bilər. Əlavə olaraq partnyorun əvvəlki münasibətlərindən keçmiş infeksiya riski də var. Skrininq yaş və risk faktorlarına görə aparılmalıdır. 5-ci, yaşlı qadınlarda uşaqlıq boynu xərçəngi olmaz. Risk yalnız gənclərdə məhdudlaşmır. Xüsusilə skrininqsiz qadınlarda 50 yaşdan sonra da xərçəng diaqnozu mümkündür. Skrininq 21-65 yaş arası qadınlarda davam etməlidir. Nəticə, uşaqlıq boynu xərçəngi profilaktika və erkən diaqnostika ilə qarşısı alına bilən bir xərçəngdir. Əsas vasitələr HPV peyvəndi və müntəzəm skrininqdir. Yəni Pap smear testi və HPV testi. Yanlış inanclara görə deyil, elmi sübutlara görə hərəkət etmək qadın sağlamlığını qoruyur.